Abeydi Zakani deyir, bir nəfər ölmüşdür. Təlqin verilən zaman bir ağıllı Şıxa yaxınlaşıb dedi, Aşıq, bu kişi diriliyində bir yol məni ağacına vurub tapdayıb. İndicə ölüb, istəyirəm ona bir-iki ağac vuram, bəlkə mən çəkdiyim ağrını çəkib və mənə vurduğu ağac günahın özü ilə aparmaya. Şıx dedi, kişi sən dəhlisən? Bu ki ölüb, sən vuran ağacın ağrısın necə biləcək? Dirikən gərək öcünü alaydın. Kişi Şıxa dedi, bu necə olur ki, sənin təşəhhüd səsini eşidir, amma mənim ağacımın ağrısını bilməyir.